Salam, hər vaxtınız xeyir, xoş gəlmişsiniz. Təşəkkür edirəm ki, bugünkü günü mənim bu imam süfrəmlə, bugünkü günü İmam Hüseyin Kazımın ehsan süfrəsinə yığılmışsınız. Sizin hamınıza ayrı-ayrı da təşəkkür edirəm. Başda şəhid anaları, öz əziz bacılarım olmaqla. Allah hamının ehsanatını qəbul eləsin. Allah hamının harda miskili var, oradan onun köməyinə, dadına yetsin. Allah hər şeyə qadirdir. Mən bugünkü gündə Allahın varlığın, Allahın hər şeyə qadir olduğunu, hər şeyə gücü çatdığını gördüm. Mən elə bir adam üçün, elə bir şəxsiyyət üçün bu imam süfrəsini təşkil elədim ki, yəni heç kəs inanmırdı ki, o insan ayağa durub yeriyəcək. Bugünkü gündə şükür Allahın böyüklüyünə ki, həmin adam Allaha şükür aramızdadır. Özü öz balalarının başındadır, cavan gəlməkdir. Allah bütün xəstələrimizə şəfa versin, o gəlində içində çox ağırlı, acılı, əziyyətli günlər gördü, amma şükür ki ayağa qalxdı. Allah yenə deyirəm, cəmi xəstələrə, İmam Rıza xatirinə şəfa versin. Allah körpü balalarımıza bugünkü gündə can sağlığı versin, dünyamızı düzə eləsin. Bu müharibənin yalanı olsun. Biz də bir həmişə belə yaxşı yerə də yığılışaq, həmişə yaxşı yerə də təşkil olaq, belə çopalaşaq bir yerdə. Bir-birimizin yaxşı gününə yığılışaq inşallah. Allah qazi balalarıma da can sağlığı versin. Yetirən qardaşlarımıza da Allah ömrü versin. Həmişə bizim yanımızdadır. Allah hamımızın canını sağ eləsin. Nə yaxşı ki, siz mənim varımsınız. Mən sizlə fəxr edirəm, ay mənim dəyərli bacılarım, qazi balalarım, yetirən qardaşlarım, çox sağ olun, var olun. Allah hamımıza can sağlığı versin. Beyləqan şəhidi, şəhid kapitan Həmid Həmidlinin anasıyam. Onunla əlaqədar bir araya gəldik, bir yerə toplaşdıq. Bugün bizim şəhid analarımızın, qazilərimizin bir yerdə olması, bizim xalqımızın, insanlarımızın birliyinin bir bariz nümunəsidir. Yəqin ki, Vətən müharibəsi dövründə insanların əllərində paketlərlə, əskərlərin arxasınca, maşınların arxasınca qaçıb onlara, necə deyim, əllərindən gəldiyi qədər hansısa bir ərmağanı çatdırmağımız hamısı xatırlayırıq, göz önündədir. Və bugün də Rəna bacımızın çağırışına əlaqədar buraya toplaşmağımız yenə də xalqımızın, necə deyim, bir birliyinin nümunəsidir. Allah Teala Rəna bacı verdiyiniz ehsanı qəbul eləsin. Allah Teala, necə deyim, elə bir məqam, elə bir şeylər yetirsin ki, daimi xoş günlər üçün, xoş niyyətlər üçün süfrə açasınız, ehsanlar verəsiniz və ailələr də, şəhid ailələri, qazilər də bir araya toplaşaraq həmin günü həm şəhidlərimizi xatırlamış olarıq, həm də ki, necə deyim, yenə də birliyimizdən danışmış olarıq. Allah Teala cəbhədə olan əskərlərimizi qorusun, Allah Teala qazilərimizi qorusun. Allah dünyamızı əmin-amanlığa çevirsin. Bir daha ölkəmizdə, vətənimizdə, necə deyim, heç vaxtı müharibə olmasın. Bütün dünya sülhə qərb olsun inşallah. Yenə də deyirəm Rəna bacı, Allah verdiyiniz ehsanı qəbul eləsin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, məqamınızı eləsin. Dəmir Bilək ləqəbli Dəmirov Siyahimin anasıyam. Bugün bizi buraya yığan şəhid Mövlud balamızın anası Rəna xanımdır. Allah İmam İsanı verir, Allah onun İsanı qəbul eləsin. Allah qazancını artıq eləsin. Niyyət elədiyi xəstə balamıza da Allah şəfa versin. Allah bütün xəstələrimizə şəfa versin. Allah şəhidlərimizin yerini cənnət eləsin, ruhunu şad eləsin, imamlarımızın qonağı olsunlar. Allah qazi balalarımıza da can sağlığı versin, veteran balalarımıza can sağlığı versin. Şəhidlərimizi çəkən, paylaşan
bütün insanlara, Azərbaycanımızın sizi kimi vətənpərvər oğullarına Allah can sağlığı versin. Şəhidlərimizi unutmayan, onların o dəyər verənlərə Allah dəyər versin. Allah onların həmişə kölgəsində olsunlar, Allahın kölgəsində olsunlar. Allah pənahında saxlasın bu Azərbaycanımızın cavan balaların. Şəhidlərimiz öz canlarını qurban verib ki, bu gələcək körpə balalarımız xoş gün görsünlər. Bacı, Allah süfrəni də İmam İsa'nı da qəbul eləsin, qazancını artıq eləsin. O yerdə qalan bircə balanın xoş günün görəsən. İnşallah. Sizlə bir yerdə görəsən. Amin, amin inşallah. Mövlud balamızın anası Rəna xanım müqəddəs Cəlcüz Peyğəmbər ziyarətgahında imamlarımız üçün ehsan süfrəsi açıb. Allah ehsanını qəbul eləsin. Allah qazancına min bərəkət versin. Bir ərzinin xəstəliyi üçün niyyət eləyib. Allah cəmi xəstələrimizə, dərdi, müşkülü, çətinliyi, sıxıntısı olanlara Allah öz əli ilə kömək olsun. Xəstəlik də Allahın bizim üçün göndərdiyi bir sınaqda necə dərdlərimiz kimi. Allah Taala sağalmayan xəstəlik verməsin heç kimə. Allah cəmi xəstələrimizin şəfasını öz əli ilə versin inşallah. Allah cəmi şəhidlərimizin yerin məkanını cənnət eləsin. İmam Hüseynə xatir, cəmi yaralı qazilərimizə şəfa versin. Allah ordumuzu qorusun. Allah vətənimizin sərhədlərin, səngərlərin qoruyan igid oğullarımızı var eləsin. Allah düşmənlərimizi zəlil eləsin, xar eləsin inşallah. Allah vətənimizi bütün dövlətlərin içində qüvvətli eləsin, qüdrətli eləsin. Allah bu üç rəngli bayrağımızı, o şəhidlərimizin qanı ilə ucalan o üç rəngli bayrağımızı bütün bayraqlardan üstün eləsin inşallah. Mən də 2-ci Aşıqlı kəndi şəhid Gizir İbadlı Raminin anasıyam. Toyuna bir ay qalmış şəhidimizin anasıyam. Allah bütün analara səbir versin, dözüm versin. Allah cəmi toysuz oğullarımıza toy qismət eləsin. Allah heç bir ananın arzusunu ürəyində qoymasın inşallah, inşallah. Allah bütün körpə balalarımızı atalı, analı böyüsün inşallah. Bu cavan xanım qızımızın xəstəliyinə görə verir bu ana, bu imam süfrəsini. Allah onun şəfasını öz əli ilə versin. Allah onları balalarının başının üstündən kəm eləməsin inşallah. Allah hamınıza can sağlığı versin. Açdığın bu süfrəni, imam süfrəsini Allah Taala özü qəbul eləsin. Allah qazancına min bərəkət versin. Allah o qalan toysuz balana da toy qismət eləsin inşallah. Bu analarla bir yerdə gedib sənin sevincinə də şərik olaq inşallah. Mən Beyləqan şəhidi Hüseynli Şahin, tankist Hüseynli Şahin anasıyam. 3 cəhvə yaranı olan olub. Çox sağ olun, Allah razı olsun. Şahinin çatmadığı arzulara arzu edirəm ki, yerdə qalan qazilər çatsın. Allah sizi bizə çox görməsin, siz qaziləri bizi çox görməsin. Hər kimizdən razıyam, səndən çox razıyam. Allah çox razı olsun sizdən. Ne desem yine azdı. Hamınızdan, bütün qazilərdən hamısından mən çox razıyam. Allah sizdən çox razı olsun. Sağ olsun. Allah sizdən razı olsun. Zahir müəllimdən razı olsun. Sizdən ayol. Sizdən hamınızdan Allah razı olsun. Çox Elçin müəllim. Sizdən o kadar razıyam mən. Vaxtını alıb evimizə gəlib dəfələrlə. Allah sizdən çox razı olsun. Qazanalım. Allah sizdən çox Namik müəllim, Elçin müəllim. Hamınızdan razıyam. Allah sizdən razı olsun. Görmədiyimizi, bilmədiyimizi bizim qazilərimiz görübdür. Bəlkə də bizim övladlarımızın son sözü onların ürəklərindədir. Onlar bizə ürək elif deyə bilmir. Onların hər bir əziyyətini qazilərimiz çəkibdir. Allah Taala qazilərimizin öz balalarını öz gözlərinə çıraq eləsin. Allah özlərindən balalarına, balalarından özlərinə xeyir versin. Çünki onlar da çox zulüm çəkir. Hamısı əsəbi olubdur. Odun alovun içində onlar olubdur. Allah bütün şəhidlərimizin məqamını uca eləsin. Bugünkü gündə, dündən sonra heç bir ailəyə
bu acını yaşatmasın. Heç bir ailə bu acını görməsin. Görənlər gördü, görməyənlərə Allah bunu qismət eləməsin heç kimə. Allah Taala yerdə qalanlarımıza dəyməsin. Allah bütün övladları qorusun. Beyləqan şəhidi Məmmədli Rahilin anasıyam. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah ordumuza kömək olsun. Allah sizlərə də can sağlığı versin. Allah köməyiniz olsun. Sağ olun, var olun. Salamlayıram. Allah hamınızdan razı olsun. Allah köməyinizdə dursun. Amin. Mən həmişə demişəm, istəyirəm indi də vurğulayam ki, bizim belə rahat gəzməyimizin ən başlıca səbəbi düzdür Allah'dır, amma ölkəmizdə şəhidlərimizdir. Onlar canlarından keçiblər, torpağın altında yatıblar ki, biz torpağın üstündə rahat gəzək. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Mövlud qardaşımızla birgə, başda Mövlud qardaşımız bütün şəhidlərimizə rəhmət eləsin. Eşitdiyimizə görə Mövlud qardaşımızın da atası dünyasında yaşayıb, Allah ona da rəhmət eləsin. Allah şəhidlərimizin valideynlərinin dünyadan keçənlərinə rəhmət eləsin. Yerdə qalanlarına can sağlığı versin. Allah sizlərə səbir versin. Düzdür, biz əzalarımızı itirmişik, amma qardaşlarımız qədər əziyyət çəkmərik də. Niyə? Onlar çünki canlarını itiriblər. Bu can da elə bir şey ki, bir dəfə olur da, bir dəfə gəlir dünyaya gedir, heç nə olur. Onlar canlarından keçiblər. Biz onlara nəinki bizi, hər birimiz, bu ölkədə hər bir şəxs onlara borcludur. Valla tam səmimi deyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, məqamları uca olsun inşallah. Allah qazilərimizə şifa versin. Şəhid anaları, şəhid atalar, sizlərin də əllərindən ötürü. Valla tam səmimi deyirəm. Biz sizlərə də borcluyuq. Onlar qədər sizlər də çəkirsiniz. Çünki demək də biraz çətin gəlir. Bala itirmək çox çətin bir şeydir. Valla tam səmimi deyirəm. Üzr istəyirəm, biz də valideynik. Bir yerə ağrıyanda nələr çəkirik, onu Allah bilir. Hələ gəl görəsən, onu itirəsən. Nə bilim, çox çətindir. Allah sizlərə səbir versin. Sizlərin əllərindən ötürük. Allah sizlərə, onsuz da bu dünyada heç kim qalmayacaq. Valla hamı keçəcək. Amma ölümü gecindən versin inşallah. Nəvələrinizin xeyir işlərini görəsiniz inşallah. Nə bilim, Allah şəhid qardaşlarımızın ailələri var. Allah o bacılara da səbir versin. Onlar üçün də çətindir. Nə deyim, biz şəhidlərimizə borcluyuq. Nə olsun, mən gözlərimdən keçmişəm. Valla indən belə tam səmimi deyirəm. Ana, mən Allah şahiddir ki, bunu bir neçə dəfə demişəm. Mən əlimdən, qolumdan da keçsəm, şəhidlərimin tökdüyü qanın 1%-ni qaytara bilmərəm. Valla tam səmimi deyirəm. Allah onlara rəhmət eləsin. Onsuz da onlar rəhmətlikdir. Düz deyim, mənim şəhidlə bir dənə fərqim var. Belə qanizi qaratmaq istəmirəm. O da qaranlıqda, mən də qaranlıqda. Amma mən nəfəs alıram, o nəfəs almır.
Yenə də amma mən onların Allah şahid ki, biz qazilər şəhidlərin şahidi. Bu dizlərim şahiddir də, mən şəhidlər haqqında çox danışaram, amma and olsun Allaha gücüm çatmır. Mən hələ o Qarabağ torpağına gedə bilmirəm. Gücüm çatmır Allah şahid ki, getməyə. 5 ildir məni dəfələrlə dəvət ediblər, gedə bilmirəm. Kimlər üçünsə asan da ola bilər, amma bizlər üçün çətindir. Çünki orada qardaşlar itirmişik. Tam səmimi sizə bir söz deyim, belə indi mən başqa cür başa düşmündə, valideyn var ki, öz övladının boşqabında yemək yemir. Məsəl üçün də indi elə var da, övlad var ki, valideynin boşqabında yemək yemir. Amma biz bir boşqabda 10 dənə tanımadığımız qardaşlarla 10 dənə, 20 dənə oğlan otururduq, əlimiz torpaqlı yemək yemir. Bu qardaşlıq deməkdir də. Vallahi bu qardaşlıqdır da. Bundan artıq nə ola bilər ki, düz demirəm. Ona görə də biz onların şahidiyik, biz onların çəkdiyi əziyyəti itirmərik. Biz də çox şeylər görmüşük, amma mənim şəxsən gücüm çatmır danışmağa. Yəni də Allah Mövlud qardaşımıza rəhmət eləsin. Mövlud qardaşımızla bircə bütün şəhidlərə rəhmət eləsin. Amin inşallah. Allah sizlərə də səbir versin. Yanımın səmimi qəlbdən deyirəm. Tural mənim evimin tək çırağı idi, söndü mənim çırağım. Mənim gözümü əgər istəsələr həkimlər, mən gözümü sənə vermək hazıram. Bir gözüm yaxşıdır, bir gözüm izzət deyil yoxdur olsun. Amma sağlam gözüm Allahıma and olsun, Turalın ruhuna and verirəm ki, mən onu vermək hazıram. Əgər həkimlər desə ki, varsa da onu, deyirək ki, bir anada var, Turalın anasında var. Mən canla başla verməzdim, gör bu boyda bu cür müqəddəs yerdə mən and verdim. Şəhid analarımızın qarşısında baş əyirəm. Şəhid analarımız icazə versin, Orxan qardaşımızın icazəsi ilə mən bir-iki kəlmə mən də danışardım. Mən birinci Qarabağ qazisi 1 il 11 ay hərbi əsirlikdə olmuş Qarayeva Namik Qavançıoğlu. Mən yəni bugün dolmuşam həqiqətən, ürək sözüm də var mənim. Yəni dediyim odur ki, mənim də başım çox illər çəkib, çox hadisələr çəkib. Mən onu deməyəcəm. Yəni Allahdan mənim də əsirəm. Yəni mənim də bir arzum var ki, Allah indi Mövlud qardaşımız Allah rəhmət eləsin. Dünən Orxan qardaşımızın yanında biraz çay süfrəsində oturmuşduq. Mən istəyirdim arzum açsam deyəm ki, mən də canlı şəhidəm. Mən arzum açmaqla Orxan qardaşımız dedi ki, mən şəhidlərimiz görür, amma mən görməyən şəhidəm. Amma mən orada sustum ki, mən əsirlikdə olmuşam, amma mən özümü şəhid kimi hiss etmirəm. Yəni mən orada, yəni dediyim odur ki, mən də erməni əsirliyində mənim, yenə deyəcəm, başıma ermənilər mismar vurur. Bir gözümdən zədələnmişəm. Mənim də bir dənə arzum odur ki, mən də and ola Allaha, bu cəziz Peyğəmbərə ki, sağ gözüm biraz zədələnib, sol gözümü verməyə hazıram ben. Mən də verməyə hazıram. Seni mecbur kişi ağlamadan mı? Gel boynuma alemi sar, alem gitsin biraz zinhar, hava olsa. Peki Orxan qardaşımız Allah şəfa versin. Sizlər mənə dua eləyin. Bu mənim üçün Sizlərin də başınıza dönmələr. Sizlərə qurban olaram. Bizim elə şəhid qardaşlarımızın sizin kimi belə dəyərli anaları olmalıdır. Bəli, əlbəttə ki. Biz sizdən yerlə göy qədər razı. Çox. Allah şahiddir ki, mənə ana deyəndə öz anamdan fərqli demirəm sizə. Həqiqətən də nə bilim, nə deyim, valla anama nə arzulayıram, yaxşı mənimdə, sizə də onları arzulayıram. Allah sizlərə bərəkət ömür nəsib eləsin. Bir də ki, elə şəhid analarımız, mən həqiqətən bir neçə dəfə çəkilişlərdə də olmuşam. Mən danmıram. Mən çəkişlərimdə həqiqətən stresli olam, ağlayıram. Olur orada bəzi adamlar indi deyirlər, bu niyə ağlayır dedik, amma bilirsiniz nətərdir, mən o şəhidlər gözümün qabağına gələndə yenə deyirəm, adam özünü idarə edəmdir. Allah, yenə deyirəm, qardaşımızı Mövludu, Allah rəhmət eləsin, şəhid analarımızın qarşısında baş əyirəm. Komutanımız Akif müəllim də Allah onun da canı sağ eləsin, o da bizim burada iştirak edir. Hər birinizə təşəkkür edirəm mən. Çox sağ olun. Qarşınızda da baş əyirəm. Sağ ol. Qadan alarım sən. Sağ olun.